Maestro Niyazinin ev muzeyində tenor, istedadlı ifaçı Altun Süleymanovun ilk solo konserti keçirilib. Maraqlı məqamlarla yadda qalan konsert proqramına Xanım Paşazadənin hazırladığı video materialda nəzər salaq. Səs var ki, dinləyəni sükuta qərq edir, səs də var ki, qəlbdə unudulmaz iz qoyur. Niyazinin ruhunu yaşadan divarlar arasında gənc tenorun səsi keçmişlə bugünü birləşdirdi. Musiqiyə könül verən, istedadlı ifaçı Altun Süleymanov ilk solo konserti ilə çıxış etdi. Aylardır üzərində çalışdığım ilk solo konsertimdir bu və burada bəstəkar əsərləri, romanslar, bir çox operalardan ariyalar səslənəcəkdir. Məqsədim isə Azərbaycanımızın bayrağını zirvələrə qaldırmaqdır. Hər zaman bunun üzərində çalışmışam mən və daha da akademik sahəyə gəlməyimdə mənim müəllimlərimin böyük əməyi vardır. Fikrim var ki, Heydər Əliyev Sarayında, Beynəlxalq Muğam Mərkəzində, Bakı şəhərinin gözəl salonlarında konsert verim. Azərbaycan Milli Konservatoriyasında opera vokal ifaçılığı üzrə təhsil alan Altun Süleymanov, həmçinin Gənc İstedad Festivalının vokal nominasiyası üzrə birinci yer laureatıdır. Bununla yanaşı o, Üzeyir Hacıbəyli adına musiqi festivalının, opera festivalının iştirakçısı, bir çox yerli və beynəlxalq müsabiqənin laureatıdır. Repertuarımızda Azərbaycan bəstəkarlarının və xalq mahnılarımız, həmçinin onlarla bərabər xarici bəstəkarların da əsərlər səslənəcək. Altun səs potensialı çox gözəldir, həqiqətən. Yəni, o həm bizim milli musiqilərimizi, həm Azərbaycan xalq musiqiləri hiss edərək oxuyur. Həmçinin də onunla yanaşı, xarici əsərlərimizi də çox böyük məharətlə ifadə edir. Ona uğurlar arzu edirəm. Solo konsert yalnız Altun Süleymanovun peşəkar səhnəyə atdığı ilk addım deyil, həmçinin yeni nəsil ifaçıların sənətə ciddi yanaşmasının göstəricisidir. Altun mənim ən sevimli tələbələrimdən biridir. Mən ona xüsusi pedaqoji hazırlıqdan dərs vermişəm bir il. Siz inanın ki, o qədər fəal tələbədir ki, deməli, onların dərsi axşam 7-yə işləmiş bu radələrdə başlayırdı. O, deməli, həftədə 2 dəfə. Mənim, deməli, dərs vaxtlarım ki, gündüz dərs vaxtlarımda başqa dərs olmağına rəğmən, siz inanın, hər dəfə gəlib oturub mənim dərslərimi dinləyirdi, dərslərimə qulaq asırdı. Mən təsəvvür edirəm, mən onu gələcəyin böyük ifaçısı kimi olmasına rəğmən, mən inanıram ki, o gözəl pedaqoq da olacaq. Mənim maraqlı bir mahnım var, özüm bəstələdiyim. Yağış mahnımdır, Yağış valsi. Onu ifa eləyəcək Altun. Altun çox istedadlıdır və çox zəhmətkeşdir, əməksevərdir həqiqətən də. Bütün konsertlərdə, bütün tədbirlərdə iştirak eləyir. Bu, həqiqətən də bir Azərbaycan üçün sevindiricidir ki, yəni ki, Azərbaycanda indi nə yaxşı ki, belə istedadlı gənclər var. Gənc ifaçının güclü səsi, texniki hazırlıq və emosional dərinlik ifa etdiyi əsərlərdə bir daha əksini tapdı. Onun konsertinə toplaşan sənət nümayəndələri də sənətçinin yaradıcılıq fəaliyyətindən bəhs edərək Altun Süleymanova uğurlar arzuladılar. Xanım Paşazadə, Zahir Zahidoğlu, Seymur Novruzov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.